Hər vaxtınız xeyir olsun. Bugün ikinci sınavla qarşınızdayıq. İkinci sınavın mövzusu say sistemləridir. İlk olaraq başlayaq. Birinci sualımız. Mövqeyi say sisteminin əlifbasındakı simvollarının sayı necə adlanır? Demişik ki, say sistemində neçə simvol varsa, bu həmin say sisteminin əsasını bildirir. Daha sonra verilmiş ədədi 8-lik say sistemində təsvir edin. Bir say sistemindən digər say sisteminə keçid edən zaman nə edirdik? Əgər 2-likdən 8-liyə keçiriksə. Burada nə edirik? 8-lik demişik ki, 8 üstü 3'dür. Hər simvol üçün yaddaşda 3 bit ayrılır. Və biz hər simvolu kodlaşdırmaq üçün 3-3 ayırmalıyıq. 3-3 ayırdıqdan sonra biz burada 4-2-1 qaydasını tətbiq edəcəyik. 4-2-1, 4-2-1, 4-2-1 və 4-2-1 yazanda bu boş qalan simvollar yerinə 0 ata bilirik. Baxaq, 1'in altında 1 var, olacaq 1. Daha sonra 4 ilə 2 var, burada 1. Altında 1 olan, onları cəmləyəcək, eləyəcək 6 və 1. Bir də 4 ilə 2 yenə də cəmləri 6 edir. Aldığımız ədəd B variantı. Üçüncü, 2YA 16'lıq say sistemindəki verilmiş ədədin ikinci say sistemində təsviri. Bunu biz ikinci say sistemində təsvir etmək istəyirsə, hər simvolu ayrı-ayrı ikinci say sisteminə keçirəcəyik. Və bu cür say sistemində 16-lıqdan keçid edəndə də demişik ki, qaydamız 8-4-2-1 qaydasıdır. Hər simvolu 4-4 ifadə eləməliyik. Baxaq. 8-4-2-1, 8-4-2-1, 8-4-2-1. 2'nin necə yaza bilərik buradan? 2'ni almaq üçün bizə elə 2'nin özü kifayət edir. Yerdə qalan 1'ə 0. Digərlərinə də 0 düşür. Y bizdə 14'dür. 14'ü almaq üçün bizə nə lazımdır? 8-4-1. 1'ə 0. Daha sonra A bizdə 10'dur. 10 üçün 8 və 2 kifayət edir. Yerdə qalanlara 0 düşəcək. 1-0-1-0. Bu formada bir yazılışımız var. Daha sonra belə bir yazılışımız var. Burada isə baxın, soldakı sıfırların bizim üçün bir önəmi yoxdur. Gəlin indi biz bu variantlardan tapaq görək hansıdır bizdə. Baxaq, 4-4 ayında 1-0-1-0 uyğun gəlir. Daha sonra 3 dənə 1-0, bir də 1-0 ilə A variantı olacaq. Dördüncü, bu ədədi onluq say sistemində təsvir edildir. Üstünü sıralayacağıq. 0, 1, 2, 3. 2 üstü 3, 8, 2 üstü 2, 4, 2 üstü 1, 2 və 2 üstü 0, bu da 1 verəcək bizə. Alacağımız ədəd 15 B variantı. Bu ədədi 8-lik say sistemində təsvir edildir. 76-nı 8-lik say sisteminə çevirmək istəyirsə onluqdan nə edəcəyik? Həmin ədədi 8-ə bölə-bölə gedəcəyik. Baxaq, 76-nın içərisində 8 9 dəfə, 72 qalıq 4. 9'u da 8'ə böləcəyik 1 dəfə, 8 çıxanda qalıq 1. Alacağımız ədəd bu istiqamətdə yazacağıq. 1, 1, 4. 8'lik say sistemində. O da olacaq D variantı. 135, 8. 8'lik say sistemindəki ədədi onluq say sistemində təsvir edilir. Yenə də qaydamız eynidir. 0, 1, 2 sıralama. 8'in kvadratı üstə gəlinmiş 3 vur 8. Bir də 5 vurulmuş 8 üstü 0. Bu eləyəcək bizdə necə? 64 üstə 24. 5 vur 8 üstü 0, 8 üstü 0 1'dir. 5'i də vursaq olacaq bu. Bu da eləyir neçə bizdə? 29. Bu da eləyəcək neçə? 93. Bu da C variantında. 7-ci. 6'lıq ədədinin açıq yazılış formasını müəyyən edin. Bunu biz sıralayacağıq. 0, 1, 2, 3, 4, 5. Açılışını verəndə 4 vurulmuş 6 üstü 5. Bu 6'lıq say sistemindədir. 4 vurulmuş 6 üstü 4. Daha sonra 5 vurulmuş 6 üstü 3. 3 vurulmuş 6 üstü 2. 0 vurulmuş 6 üstü 1. Bunu yazmaya da bilərlər. Bir də 1 vurulmuş 6 üstü 0. Baxaq, burada hansı variantdadır o? Elə A variantı düzgün gəlir. Daha sonra 8. Bu cəmi hesablayın. İkinci say sistemində cəmləmə biz eləyə bilirik demişdik. Ədədlərimizi köçürək aşağı. 0, 11, daha sonra 0, 0, 1, 1 və 1. Bunları cəmləmək üçün 1'in üstə 0 gəlsə eləyəcək 1. 1'in üstə 0, 1. 0'ın üstə 1 gələndə 1. 1'in üstə 1 gəlsə olacaq 2. 2'ni də necə yaza bilərik? 2'ni say sistemində ifadə eləmək olmaz axı burada. Onun üçün 2'ni bölürük 2'yə. 1 qalıq 0.
Həmin o qalığı gətirib yazırıq bura. 1 yadda. 1-in üstə 1, 2. 1 də yaddaydı 3. 3-ü bölürük 2-yə. 1 qalıq 1. Qalığı yazırıq bu hissəyə 1 yadda. 1-in üstə 1 gəlirik 2. 2-ni bölürük 2-yə. Yenə də 1 qalıq 0. 0-ı yazırıq 1 yadda. O 1 yadda da başqa bir ədəd olmadığına görə burada gəlib düşür bu hissəyə. Alacağımız ədəd 10, 10, 111. Bu da A variantı. Cüt ədədi müəyyən edin. Cüt ədəd baxarıq ki, nə idi ikili say sistemində? Sonu sıfırla bitməli idi. İkili say sistemində bu cürdür. Digər say sistemlərində isə artıq hesablayacağıq. Hansında cüt ədəd alınırsa onu təyin edəcəyik. Birinciyə baxırıq. Dedik ki, ikilikdə cüt ədəd sonu sıfırla bitməlidir. Ona görə A-nı çıxartdıq. A cüt ədəd ola bilməz. Daha sonra digərini yoxlayaq. Üçlü say sistemində verilmiş ədədi 0, 1, 2, 3, 4. 4, bu necə yazacaq? 1 vurulmuş 3 üstü 4. Daha sonra 1 vurulmuş 3 üstü 2. 1 vurulmuş 3 üstü 1 və 1 vurulmuş 3 üstü 0. Hesablayaq bunu. 3 üstü 4 bizdə eləyəcək neçədir? 81. Daha sonra 9. Sonra bu eləyəcək bizdə 3. Bir də 1 vurulmuş 3 üstü 0. Bu da 1 eləyir. Bu üstdən alaq nə eləyəcək bu? 94. Cavab oldu elə B variantı. Demək ki, cüt ədədimiz buymuş. 10-cu. Doğru münasibəti müəyyən edin. Doğru münasibəti müəyyən edin. Bunu biz fərqli say sistemlərində müqayisə edə bilmərik. Hamısını eyni say sisteminə gətirməliyik. Baxaq. Birincidə məsələn A 16-lıqda, bir də 16-lıqdakı 1, 0. 16-lıqdakı A bizdə elə onluq say sisteminə gətirsək bunu, bu 10 deməkdir. 16-lıqdakı 1, 0 isə bu bizdə 16 demək olacaq. Çünki bunu mən 0, 1 kimi yazsam, açılışını verəcəm. 1 vurulmuş 16 üstü 1, üstəgəl 0 vurulmuş 16 üstü 0. Bu da bizə eləcək neçə? 16. 10 da 16-dan böyük deyil. Ona görə bu ifadə yanlışdır. B variantına keçək. Yenə onluğa gətirək. 0, 1, 0, 1. 2 vurulmuş 6 üstü 1, üstəgəlmiş 5 vurulmuş 6 üstü 0. Bu neçə eləcək bizdə baxaq. 12, üstünə də 5 gəlsə 17. Bunu da tapaq. 2 vurulmuş 8 üstü 1, üstəgəl 5 vurulmuş 8 üstü 0. Bu deyəcək bizdə 16, üstə də 5 gəlsə 21. 17 ikisidir 21. Bəli, cavab oldu B variantı. 11-ci. Onluq say sistemində verilmiş cəmin ikilik yazılışında olan sıfırların sayını müəyyən edin deyir. Baxaq. 2 üstü 2000 üstəgəl 64 üstü 300 132. Birinci gəlin hamısını ikilikdə ifadə edək. 2 üstü 2000-dən işim yoxdur. Bu onsuz elə ikilikdədir. 64 üstü 300-dür. Bunu 2 üstü 6 üstündə 300 kimi yaza bilərəm. Bir də 32-də 2 üstü 5 kimi yaza bilərəm. Biraz da sadələşdirək. Almış olacaq 2 üstü 2000. Üstə gəlinmiş 2 üstündə 1800. Üstə gəlmiş 2 üstü 5. Baxaq, ən böyük qüvvət hansıdır bizdə? 2000-dir. Deməli, biz bu ifadənin yazılışını necə qeyd edəcəyik? 2000-dən yazacağıq ta ki sıfıra kimi. Sıralama eləsək bunu, əgər biz açıq formada göstərmək istəsək. 2000-dən sıfıra kimi yazanda da burada 2001 dənə biz simvol almış oluruq. Həmin o 2001 dənə simvolda da burada iştirak edən qüvvətlərə 1 atırdıq. İştirak eləməyənlərə 0 atırıq. İştirak edən qüvvətlər 1, 2 və 3. 3 dənə qüvvət iştirak edir. Demək, mən 2001-dən çıxacam 3-ü. Ki, bu 3 dənəsi 1 deməkdir. Yerdə qalanlarsa, bu da S-dən eləyəcək. 1998. Bu da məndə sıfırların sayı olmuş olacaq. 12-ci. Mühasili hesablayın deyir. Baxaq. Hasildə demişik ki, sonu toplamaya gəlib çıxır. Onun üçün biz hasili tapmaq istəyirsə toplamanı bilməliyik birinci. Biri nəyə vursaq elə özü eləyir. Yenə də yazanda hər dəfə demişdik ki, 1 mərtəbə buraxıb yazırdıq. Bunu da qeyd edək. 1, 1, 0, 1. Bunları da toplasaq. 1-in altında heç nə yoxdur, 1 gəlir bura. 1-in üstə 1 gəlirəm 2. 2-ni bu formada yaza bilmərəm, ona görə çevirirəm 1 qalıq 0. 0 yazıram 1 yadda. Bu elədik ki, üstə də 1 gəldim 3. 3-ü böldüm 2-yə 1 qalıq 1. Qalığı yazıram bura 1 yadda. Bu da elədi 2. 1 də yaddaydı 3. 3-ü də yenə eyni qaydada 2-yə bölüm. Təkrar yazmayın bunu. Yenə 1 qalıq yazdıq 1 yadda.
1'in üstə 0 gəlsək 1, bir də yaddaydı 2. 2-ni də 2-yə bölsək 1 qalıq 0. 0 yazırıq 1 yadda. Bu 1'in də üstünə o yaddakı 1'i gəlsək 2. Yenə də 0 yazacağıq 1 yadda. Baxırıq, hansı variantdadır bu? Olacaq nə? 111.01. 111.01 A variantı. 13-də bu şərti ödəyən onluq tam ədədlərin sayını istəyir. Bunları mən gətirə bilərəm onluq say sisteminin hamısını. 0, 1, 0, 1. Bu eləyəcək bizdə 3 vurulmuş 8 üstü 1, üstə gəlmiş 6 vurulmuş 8 üstü 0. Bunu da hesablasaq 24, üstə də 6 gəndə eləyir 30. Sonra F5'i də hesablasaq, bu da eləyəcək neçə? 15 vurulmuş 16 üstü 1, üstə gəlmiş 5 vurulmuş 16 üstü 0. Baxaq, bu neçə eləyir bizdə? 15 vurulmuş 16, bu eləyəcək bizdə neçə? Bunu bir dənə hesablayaq. 15 vurulmuş 16, bu eləyəcək bizdə 240. Üstə də 5 gələcək 245. 30 və 245 arasında olmalıdır demək ədədlərimiz. Bu hissədə kiçik bərabərlik şərti də var. Və burada biz neçə ədəd olmasını tapmaq istəyiriksə, necə tapacağıq bunu? Aradakı ədədlərin sayını tapmaq istəyiriksə, bunları bir-birindən çıxaq da elə. 245-dən çıxaq 30-u, alacaq neçə? 5, 1, 215. Sonda bu bərabərlik şərti var deyə elə 215 dənə ədəd olmuş olacaq. 14-də nə deyir? Bu bərabərlikdə y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini müəyyən edin. Birinci bunları biz gəlin onluq say sistemində ifadə edək hamısını. Bu da bərabərdir buna. 0, 1, 0, 1. 3x plus 2 bərabər olacaq 4y plus 3. Bunu da sadələşdirək. 3x bərabərdir 4y plus 1. X-i də buradan tapsaq nə olacaq? X-imiz də olmalıdır 4y plus 1 bölünmüş 3. İndi bizdən x-in ən kiçik qiymətini istəyir. Ədədlərə də fikir versək, baxın, x-i mən burada ən kiçik nə yaza bilərəm? 3 var, 2 var. Bunun say sistemi ən kiçik başlaya bilər 4-dən. 43-də isə burada ən kiçik başlaya bilər 5-dən. Amma mən elə bir ədəd qoymalıyam ki, bura, baxın, 4 və 5 qoysam burada yerinə. Baxaq görə ödəyəcəkmi? Məsəl üçün, x-in ən kiçik qiymətini deyir də bizə. X-in ən kiçik qiyməti 4 olmalıdır. X-in ən kiçik qiymətinin 4 olması üçün 3 dəfə 4-üm eləyəcək neçə? 12. O da bərabərdir nəyə? 4y plus 1-ə. Buradan da y-i tapacam neçə? 11. 11 böl 4 bu formada alınmayacaq. Ona görə mən burada vediti kəsirli bir ifadəyə getdiyimə görə say sistemdə tam ədəddir də. Bu düsturda yerinə qoyanda ala bilmirəm. Daha sonra digərlərini yoxlayaq. Məsələn, 4 götürə bilmirəmsə x-i, məsələn, x-i 5 götürək. X-a 5 qoysam nə alacam? 4y plus 1 bölünmüş 3. Baxaq, 5 dəfə 3-üm neçə eləyir? 15. Bu da bərabərdir 4y plus 1. 4y də bərabər olacaq 14. Yenə də kəsirli bir ifadə almış olacaq. Ona görə bunu da götürə bilmirəm. X-a mən burada gətirib ən kiçik 6 versəm, 6 bərabərdir 4y plus 1. O da bərabərdir bölünmüş 3. Buradan baxaq. 3 dəfə 6-ım 18. O da bərabərdir 4y plus 1. 17 bərabərdir 4y. Buradan da demək ki, mən y-i kəsirli alacam. Demək, mən bunu 6-lıqda da götürə bilmirəm. 7-likdə hesablayaq. Bir dəqiqə. Burada məsələn 7-likdə götürsək nə olacaq? 7-likdə götürəndə 3 dəfə 7-im 21. 4y plus 1 bərabərdir. Buradan da baxaq. 1 keçirsək bu tərəfə 20. 4y. Y-im neçə olacaq mənim? Alacam ki 5. Demək ki, mənim x-im ən kiçik burada hansı qiymət ala bilərmiş? 7-ni. Əsas baxın bu tənlikdə ödənmiş olması idi. Sonra keçirik digər demək misalımız. 100 onluq ədədinin əsası 9 olan say sistemində təsvir edin. Demişik, onluq say sistemindən digər say sistemlərinə keçəndə həmişə bölmə qaydası istifadə edirik. 100-də 9-a bölsək, onun içində 9 bir dəfə. 9 çıxdıq 1, onun da içərisində yenə bir dəfə. 9 çıxdıq qalıq oldu 1.
11-in içərisində yenə 9 var axı. Yenə bölürəm bir dəfə. 9 çıxanda qalıq 2. 1, 2, 1, 9-luq say sistemi də A variantı. 1358 onluq ədədinin ikilik yazılışındakı birlərin sayını müəyyən edin deyir. Bu ədədi mən demişim ikilik say sisteminə çevirmək istəyirəmsə, onluqdan ikiliyə keçirəndə bir digər qaydamız da qüvvətlər qaydası idi. 1358 məndə 2-nin hansı qüvvətlərinin cəminə bərabərdir? Baxaq. 1358-in içərisində məndə nə var? 2 üstü 10 var burada. 1024. Buradan 1024 çıxsa, məndə nə qalacaq yerdə? 4, 3, burada da 3. 334-ün içərisində nə var məndə? 2 üstü 8 var. 256. 256 çıxsam yerdə nə qalacaq? 4, ikisini də çıxsam 8. Daha sonra ikisi buradan 3-ünü də çıxanda olacaq 7. 78. 78-in də içərisində 2 üstü 6 var. Buradan da demək 64 çıxaram. Nə qalacaq məndə? 4, bu da 14. 14-ün də içərisində 2 üstü neçədir bu? Demək 3 var içərisində 8. 8 də çıxsam buradan qalacaq 6. 6-nın da içərisində 2 üstü 2 var 4. Yerdə qalır 2 çıxma eləsək. 2-ni də 2 üstü 1 kimi ifadə edəcəm. İndi mənə deyir ki, buradakı birlərin sayı. Birlərin sayı iştirak edən qüvvətlərdir. Baxaq. 1, 2, 3, 4, 5, 6. Bu olacaq A variantı. Əgər say sistemi mövzusunu bilirsinizsə, mükəmməl şəkildə oxumusunuz və öyrənmisinizsə, bu suallar sizə çox asan gələcək. 17-də nə deyir? Deyir ki, bu bərabərliyə əsasən x-in qiymətini müəyyən edin. Hamısını yenə onluq say sisteminə gətirək. 0, 1, 2, buna 0, 0, 1, 2. Baxaq. 1 vurulmuş x üstü 2, üstə gəl 2 vurulmuş x üstü 1, üstə gəlmiş 1 vurulmuş x üstü 0. Üstə gəlmiş 1 vurulmuş 5 üstü 0. O da bərabərdir 1 vurulmuş 7 üstü 2. Üstə gəl 0'ı yazmasam da olar. 1 vurulmuş 7 üstü 0. Bunu sadələşdirək. Nə verəcək bizə? X-in kvadratı üstə gəl 2x, üstə gəl 1, üstə gəlinmiş bu eləyəcək 1. Bərabərdir 49, üstə gəlinmiş 1. Buradan da nə alacaq? X-in kvadratı üstə gəlinmiş 2x, üstə gəlmiş 2, o da bərabərdir 50. X-in kvadratı plus 2x, o da çıxılmış 48, bərabərdir 0. 50-ni keçirdik bu tərəfə. İndi gəlin bunu diskriminanta verək. Diskriminant da tapanda kök altında mənfi b, b-nin kvadratı ilə 4, çıxılmış 4 asi. Çıxma olanda buradakı mənfi də üstəgəl olacaq. 4 vurulmuş 48, bir də vurulmuş 1. Bunu da hesablasaq bizə nə verəcək? Demək 4 vur 48 nə eləyir bizdə? 4 dəfə 8 32, 3 yadda, 4 dəfə 4-üm 16, üstə də 3 gəldim 19. Bunun da üstünə 4 gəlsəm, bu da nə eləyəcək məndə? 196. 196 da məndə nəyin kvadratıdır? 100 demək. Bir də 14-ün kvadratı olacaq bizdə. İndi buradan x1, x2-ni də tapaq. x1 bərabərdir bizdə dedik ki, nəyə? Mənfi b, 2-dir, müsbət idi, mənfi götürürəm. Diskriminantı bir dəfə toplumu, bir dəfə çıxma ilə. Bölmüş 2 vur 1. Bu eləyəcək necə? 12, 2 də bölündə 6. Demək, bu elə 6-lıq say sistemindədir x-imiz. Çünki burada x2-ni tapanda, baxın, bunu götürsəm mən nə olacaq? Mənfi 2 çıx 14 bölünmüş 2. Burada eləyirsə mənfi 16, mənfi 8 deyə bir say sistemimiz yoxdur. Axı mənfilərlə işləmirik biz. Əsasımız demək 6-dır burada. İndi deyir ki, x-in qiymətini 16-lıq say sistemində ifadə edin. Bu suala baxıram, çaşdım. Əsasın x-in qiymətini müəyyən edin deyir. X-imiz də tapdıq neçədir? 6. A variantı. 18-ci suala baxırdım çaşıb. 18-də nə deyir? 18-də deyir ki, bizə bərabərliyə əsasən x-in qiymətini müəyyənləşdirin. Baxaq. Bu da yenə eyni qayda ilə 0, 1, 0, 1, 2. Demək, nə olacaq bu? 5 vurulmuş 7 üstü 1, üstə gəlmiş 5 vurulmuş 7 üstü 0, üstə gəlmiş x bərabərdir 3 vurulmuş 6 üstü 2, üstə gəlinmiş
2 vurulmuş 6 üstü 1 üstəcə 5 vurulmuş 6 üstü 0. Bunu da sadələşdirək. Alacağıq. 5 dəfə 7 35. Bunları silək. Sadələşdirsək aldıq burada 35. Üstə gəlmiş 5. Üstə gəlmiş x. O da bərabərdir. 3 vurulmuş 6'nın kvadratı. 6'nın kvadratı 36. 36'nı da 3'e vursaq. 3 dəfə 6 18. 1 yadda. 9 bir də 108. Üstə də gəlirik 2 vur 6 12. Üstə də gəlirim 5. Bu isə eləyəcək bizdə 40 plus x. Bu da bərabərdir. Buraya elədi neçə? 120. Bu da 125. X-i də tapdıq ki, buradan neçə eləyəcək? 125'dən də 40 çıxanda 5 85. İndi həmin bu ədədi 16-lıq say sistemində istəyir bizdən. 85'i də 16-lıqda ifadə eləmək üçün 85'i 16'ya bölmək lazımdır. 85'i də 16'ya bölsək 5 dəfə 16 80 qalıq 5. Bu istiqamətdə yazanda 5 5 B variantı. 19'da nə deyir? Deyir ki, sinifin deyir ki, bu qədər faizi qızdır, bu qədər nəfər də oğlandır. Bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Birinci gəlin bu faizi tapaq, sıralama eləyək. 0, 1, 2, 3, 4, 5. 1 vurulmuş 2 üstü 5 eləyəcək 32. Daha sonra 1 vurulmuş 2 üstü 4 eləyəcək 16. 1 vurulmuş 2 üstü 3 eləyəcək 8. 1 vurulmuş 2 üstü 2 eləyəcək 4. Sıfırları da yazmırıq. Aldıq burada demək bu 20, bu da 40. 60%. 60%imiz qızdırsa, onda belə çıxır ki, məntiqlə götürsək, 40%imiz də düşəcək nə? Oğlan. Bunu buradan məntiqlə çıxara bilirik. Sonra deyir ki, bu qədər nəfər oğlandır. 0, 1, 2, 3. Eləyəcək neçə? 2 üstü 3, 8. Bir də 2 üstü 2. Bu da 4. 12 nəfərimiz demək oğlandır. Onda gəl bunu nisbətlə verək də. 40% məyər 12 nəfərdirsə, onda 100% nə qədərdir? Məndən ümumi uşaqları soruşur da. Bu da eləyəcək x. Sıfırlar getsə buradan. 4 ilə də 12 getsə 3. 3'ü də 10'a vursam alacağım ki, x neçəymiş? 30. Olacaq B variantı. Bu rəqəmlərdən düzəlmiş bütün 4 rəqəmli kodlar deyir artma sırası ilə yazılıbdır. Siyahının əvvəli də deyir aşağıdakı kimidir. Daha sonra sırası 215 olan kodu müəyyən edin deyir. Baxaq. Birinci biz burada nə etməliyik? Birinci biz burada 215-dirsə sıra nömrəsi. Gəlin həmin o 215-i baxaq ki, bu hansı say sistemində ifadə edibdir. Əsasa baxaq. 1, 2, 3, 4. 4 dənə simvol varsa, demək ki, dörtlü say sistemi istifadə olunur. İndi 215-dirsə sıra nömrəmiz. 215-i dörtlükdə ifadə edək. Alacaq burada 5 dəfə 20. 15'in də içərisində 4, 3 dəfə. 12 qalıq oldu 3. Daha sonra 53'ü də 4'ə bölsək. 1 dəfə 4 çıxdıq. 13'ün də içərisində 3 dəfə. 12 çıxdıq qalıq 1. 13'ü də 4'ə bölsəm 3 dəfə 12 çıxdıq qalıq 1. Alacağım ki, mənim ədədim 3, 1, 1, 3 bu formada ifadə olunur. Amma gəl sıralamaya baxaq. Sıralama görürsünüz burada 0-dan başlayıb. 0-dan başladığına görə baxın məsələn bu 0, 1 bu məndə birinci yerdə durmayıb, ikinci yerdə durubdur. Demək bu ədədlə durduğu yer arasında bir vahid belə deyək də əskik götürməliyik biz. İndi mənim aldığım ədəd əgər 31, 13-dürsə, mən buradan bir vahid əskiyini götürsəm, olacaq neçə? 3112. Bu da C variantındadır. 21-də 4'ə tam bölünən ədədləri müəyyən edin deyir. 4'ə tam bölünən ədədlər. Gəlin baxaq görək. 4'ə tam bölünən ədədləri tapmaq üçün birinci mən bilməliyəm ki, 4'ə bölünən ədədlər eyni zamanda 2'yə də bölünən ədədlərdir. Çünki cüt ədədlərdir bunlar. Cüt ədədlərdirsə, mən buradan 3'ü çıxa bilərəm. 3'ü də çıxacamsa A getdi, B getdi, Y getdi. İndi ya 1, 2, ya 4, 5'dir. Gəlin baxaq görək hansılar ola bilər. Məsələn, birincini yoxlayaq. 0, 1, 2, 3, 4. Bu eləyəcək bizdə 2 üstü 4, 16, 2 üstü 2, 4, 20. 20 də 4'ə tam bölünür. Ona görə demək 1'i götürəcəm. 1'i də götürəmsə cavab C. 22,
Nəticəsi 50-dən böyük olan ifadələri müəyyən eləyin deyir. Bunların hamısını hesablayacağıq. Baxaca görə hansı 50-dən çox eləyirsə, həmin ABD ədədlər olacaq bizdə. Burada da baxaq. Birincini yoxlayaq. 0, 1. Daha sonra 0, 1, 2, 3, 4, 5. 2 üstü 5, 32. 2 üstü 1 eləyəcək 2. Bu da nədir? 34. Daha sonra bunu çevirək. 3 vurulmuş 8 üstü 1 üstə gəlmiş 2 vurulmuş 8 üstü 0. 24 üstü də 2 gəlsə 26. 26, 34. Bu neçə eləyir bizdə? 50, bu da 60. Nəticəmiz 50-dən böyükdürmü? Bəli. Demək bizdə 1 olan cavablar olacaq. Ya 1, 4-dür, ya 1, 2-dir. Məsəl üçün 1, 4-ü yoxlayaq. 4-cünü də yoxlayaq. 0, 1, 0, 1, 2, 3, 4, 5. 2 üstü 5, 32. 2 üstü 4, 16. Bir də 2 üstü 0 var. Bu da 1. Bu eləyəcək bizdə. Demək, aldıq burada. Sonu 9'du. Bir də oldu 49. Şimdi burada da çevirsək. 1 vurulmuş 8 üstü 1. 6 vurulmuş 8 üstü 0. Bu da eləyir bizdə. Demək 8. Bunun da üstünə gəlsək 6'nı nə elədi bu? 14. 14 ilə 49 toplasaq 50-dən böyük eləyəcək. Cavab oldu nə ilə? A variantı. X-in hansı qiymətində bərabərlik doğrudur? Açıq sualları keçirik artıq. Bərabərliyin doğru olması üçün biz buna gəlin hamısına beydəkdə 0-1 kimi düzək. 0-1, 2, 0-1, 2, 0-1, 2. 3 vurulmuş 7 üstü 2, üstə gəlmiş x vurulmuş 7 üstü 1, üstə gəlinmiş 6 vurulmuş 7 üstü 0. Üstə gəl 1 vurulmuş 7 üstü 2, üstə gəlinmiş 6 vurulmuş 7 üstü 1, üstə gəlmiş x vurulmuş 7 üstü 0. Bu da bərabərdir. 5 vurulmuş 7 üstü 2, üstə gəl x vurulmuş 7 üstü 1, üstə gəl 3 vurulmuş 7 üstü 0. İndi gəlin bunu sadələşdirək. 3 vurulmuş 7'nin kvadratı 49. 49'u 3'ə vursaq nə eləyəcək bizdə? 3 dəfə 9, 27. 2 yadda. 3 dəfə 4'üm 12. 12'nin də üstünə 2 gəlsəm 14. Bu elədir. Demək 147. Daha sonra üstə gəlirəm 7x. Üstə gəlinmiş 6. Üstə gəlinmiş demək 49. Üstə gəlinmiş 42, üstə gəlinmiş x. Bu da bərabərdir. 7'nin kvadratı 49, bunu da 5'ə vursaq. 5 dəfə 9'um 45, 4 yadda. 20, 24. Aldım 245, üstə gəlmiş 7x, üstə gəlmiş 3. Biraz da sadələşdirək bunu. Alacaq nə? 7x, x. Aldıq burada 8x. Daha sonra 147. Üstə 6 gələk. Nə eləyəcək bu? 153. 153'ün üstünə gələk biz 49. Bir də burada 42'miz var. Bunları toplayaq. Alacaq demək. 3 ilə 2, 5. 5'in üstü 9 gəlsək 14. 1 yadda. 9, 10. 1 yaddaydı. Bu da 14. Bir də yaddadır 244. 244. Bu da bərabərdir demək. 7x üstə gəlinmiş 248'ə. Buradan da çıxanda 8x çıx 7x alacaq x. 248'dən 244 cavab olmuş olacaq 4. Demək ki x'imiz neçəymiş? 4 imiş. 24'də. Beşlik say sisteminin ən kiçik 2 rəqəmlidir ədədi ilə 9luq say sisteminin ən böyük rəqəmli ədədinin cəmini 10luq say sistemində yazın. Beşliyin ən kiçik 2 rəqəmli ədədi bizdə nə olacaq? Beşlikdə ən kiçik deyirsə 1, 0. Bu formada götürəcəm. 9luğun ən böyük 2 rəqəmli ədədi deyirsə, müxtəliflik falan heç nə demir. Ona görə götürəcəm mən bunu 8, 8, 9luq say sistemində. Bunların cəmin 10luq say sistemində istəyir. Hamısını gətirək 10luğa cəmliyək deyilir rahatı. 0, 1, 1 vurulmuş 5 üstü 1, üstə gəlmiş 0 yazmırıq. Bu elədir bizdə 5. Burada 0, 1. 8 vurulmuş 9 üstü 1, üstə gəlinmiş 8 vurulmuş 9 üstü 0. 9, 8 vursam 72, üstə də 8 gəlsəm alacam 80. Bunları da cəmi eləyəcək 85. Daha sonra 25'də.
Bu ədədi içini 8'lik say sistemində ifadə edeyim. Bunu mən 8'likdə ifadə edirəm. Sonra da iç rəqəmini tapacağım. 8'likə çevirmək istəyirəmsə, birinci içiliyə gətirməliyim. İçinin qüvvəti kimi yazmalıyam. 16 üstü 19 bərabərdir. 2 üstü 4 üstü 19. Bu bizdə eləyəcək demək. 4 dəfə 9'um 36, 3 yadda. Bu da nədir? 76. İndi bunu 8'liyə çevirmək istəyirəmsə, 8 əsasdan yazmalıyam. 8'i də 2 üstü 3 kimi yaza bilərəm. Yəni 76'nı 3'ə bölək görək neçə dəfə düşəcək. 2 dəfə 6 çıxsaq qalq 1. 16'nın içərisində 5 dəfə qaldı 15, 1. Demək bu 25 dəfə tam düşür. Gətirəm o 25'i buraya yazıram. Neçə elədi bu? 3 dəfə 25, 75. İndi mən bu qalan o qalıq ki var. Bu da 76 olmalıdır axı. Bunu 2 əsasdan yazacağım. Vurma ilə yazacağım. Neçəsi qalır yerdə? 76'dan 75 çıxanda 1. Bu 1'i gətirib onun üstünə yazacağım. Bunu da sadələşdirəndə belə bir ifadə almış olacağım. Eləyəcək bu məndə 8 üstü 25 vurulmuş 2 üstü 1'də 2. Demək ki, bu ifadə məndə nəyi göstərir? 8 üstü 25'in yazılışında 25'dən 0'a kimi düzəcəm. 26 simvol eləyəcək bu məndə. 26 simvol var. Bunun 25'incisində əmsal 2'dir. Yerdə qalan hamısı 0'dır. Demək ki, bu ədədin iç rəqəmi nə olacaq? 2. Sonra 26. 26'da deyir ki, bu bərabərliyə əsasən x-in qiymətini müəyyən edin. Yenə də bunu 0, 1, 2 kimi düzəcəyik. 0, 1, 2, 0, 1, 2, 0, 1. Hamısını onluğa gətirəcəyik. 1 vurulmuş. Sadəcə əsasımıza bir dənə ədəd kimi baxacaq. Yəni bunu mötərizdə yazacaq. X üstə 1 üstə 2. Üstə gəlinmiş 0 yazmırıq. 1 vurulmuş. Yenə də x plus 1 üstü 0. Bu da bərabərdir bizdə. 1 vurulmuş x üstü 2. Üstə gəlmiş 1 vurulmuş x üstü 0. Üstə gəlmiş 1 vurulmuş 16 üstü 1. Üstə gəlmiş 1 vurulmuş 16 üstü 0. Bunu da açaq indi sadələşdirək. X-in kvadratı üstə gəl 2x müxtəsər vurma ilə açırıq. Üstə gəlinmiş 1. Üstə gəlmiş bu mötərizənin üstü 0, 1 verir deyə 1'i də nəyə vursaq elə 1 eləyir. Bu da bərabərdir. X-in kvadratı üstə gəl 1. Üstə gəlinmiş 16. Üstə gəlinmiş 1. Baxaq. X-in kvadratları hər tərəfdə bunlar bitir. İkisi də müsbətdir. Bunlar ixtisar gedəcək. Alacaq 2x plus 2 bərabərdir. Bərabərdir. Nəyə gəl bunu belə yazaq. Daha da sadə yazaq. Bu eləyir burada 2. Bu 2'ni keçirək bu tərəfə. Bu birləri silah aparaq. Hər tərəfdə varmış. Heç bir şey verməm bunu. Cavab oldu 16 burada. X-da tapacaq ki 8. Demək 8'li say sistemindəymiş bu ifadə bizdə. İndi nə deyir? 27-ci sualda uyğunluq tiplidir. Burada nə etmək lazımdır? İfadələri müəyyənləşdirməliyik. Hansına aiddir? Birinci ədədlərə baxaq. Hamısı nə deyir bizə? İkilik yazılışdan söhbət gedir. Demək mən bundan hamısını ikilik say sisteminə gətirəcəm. Birinci 54'ü ikilik say sisteminə gətirək. 54'ü ikiliyə gətirmək istəyirəmsə, yəni 2'nin qüvvətindən yazaq. 54'ün içərisində 2 üstü 5 var. Buradan 32 çıxsaq, yerdə qalacaq neçə? 2, 22. 22'nin də içərisində 2 üstü 4 var. 16 çıxsam, ikisi buradan, 4'ün də çıxanda nə qaldı? 6. 6'nın da içərisində 2 üstü 2 var. 4. 6'dan 4 çıxanda 2 qalır. 2 də 2 üstü 1'dir. Demək bunun yazılışını aldıq. Sonra bu birisinə baxaq. Burada 2 üstü 6 var. 64. 64 çıxsaq yerdə qalacaq 2. Burada 1. 12'nin də içərisində 2 üstü 3 var. 8 çıxdıq. Yerdə qaldı 4. 4'ü də 2 üstü 2 kimi yazacağım. Sonra baxıram 37. Burada da 2 üstü 5 var. 32 çıxacağım. Yerdə qalacaq 5. 5'i də yazacağım 2 üstü 2. 4. Yerdə 1 qalır. 1'i də 2 üstü 0 kimi yazacağım. İndi gəlin bunları bir də ikilikdə göstərək. Birincidə demək ki 5'dən başlayacağım 0'a kimi. Gəlin bir də qələm dəyişim burada. 5, 4, 3, 2, 1, 0. Hansı qüvvətlər iştirak edir? 5-ci, 4-cü, 2-ci və 1-ci. Yerdə qalanlara 0 atıram. Sonra bura baxıram. 6'dan geriyə 6, 5, 4, 3, 2, 1, 0.
Hansı qüvvət iştirak edir? 6, 3, 1-də 2. Yerdə qalanlara 0. Burada da yazanda 5-dən geri yazacağım. 5, 4, 3, 2, 1, 0. 5-ci qüvvət var. 2-ci qüvvət var. Bir də 0-cı qüvvət var. Yerdə qalanlar 0-dır. İndi mənə nə deyir? Ədədin ikilik yazılışında birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Gəlin baxaq görək. Hansında 1-in sayı 0-ın sayından 2 dəfə çoxdur? Birinciyə baxıram. 4 dənə 1 var, 2 dənə 0 var. 4 böl 2 eləyəcək 2. 1-in sayı demək sıfırlardan 2 vahid 2 dəfə çox oldu. Burada baxaq 2 dəfə çoxdur. Belə bir yazılış varmı? Yoxdur. Sonra baxaq. Birlərin sayı 2-lərin sayından neçə dəfə çoxdur burada? Neçə vahid çoxdur daha doğrusu? 4 çıx ki 2 vahid çoxdur. Belə bir yazılışda birlərin sayı demək sıfırlar sayı 2 vahid çoxdur. Bu da uyğun gələcək. Demək 1-ə A. Sonra nə deyir? B-də baxaq. Ədədin ikiyə yazılışında birlərin sayı sıfırların sayından 5 vahid azdır. Birlərin sayı sıfırların sayından 5 vahid az olsun. Baxaq sıfırlar. Burada varmı elə bir ifadə ümumiyyətlə? Burada elə bir ifadəmiz yoxdur. Yəqin ki B heç birinə aid olmayacaq. B-ni çıxaq çünki sıfırı çox olan yoxdur. C-yə baxaq. Ədədin ikilik yazılışında sıfırların sayı birlərin sayından 2 dəfə azdır. Sıfırın sayı birin sayından az olsun, 2 dəfə az olsun. Baxaq. Hansındadır o bizdə? Sıfırların sayı birlərin sayından 2 dəfə azdır. Bunu bayaq gözdən qaçırtmışam. Baxaq. 4 dənə 1 var, 2 dənə 0 var. 4-ü 2-yə böləcəm, alacağım 2. Bu da hardadır bizdə? Elə birincidədir. 1-ə getdi A, C. İkinciyə baxaq. Sonra D-də nə deyir? Ədədin deyir ikilik yazılışında birlərin sayı sıfırların sayına bərabərdir. Həm birlər, həm də sıfırlar eyni olmalıdır. İkinciyə baxıram burada, baxın. 1, 2, 3. 3 dənə 1 var. 4 dənə amma 0 var. Bu ödənmədi. Buradakı baxaq. Sıfırların sayı birlərin sayından 1 vahid çoxdur. O da Y variantı. Demək ikinciyə olacaq Y-dir. Yerdə qalır, üçüncüyə də D variantı qalacaq. 3-də də baxaq. 3 dənə 1 var, 3 dənə 0 var. Bir-birinə bərabərdir. Burada getdi D variantı. 1 AC, 2Y, 3D. 28-də nə deyir bizə? Bu ifadə hansı say sistemində doğrudur? Bunlar açıq tipli gedir, sonda situasiya tipli gedir. Amma tam da situasiya deyil. Çünki situasiyada sizdə əsasən 2 dənə Python, bir də alqoritm hissəsi düşür. İndi bu ifadənin hansı say sistemində olmasını göstərir. Bunu da açıq yazılışını izahlı formada vermək lazımdır. Başlayaq. Yenə bunu düzürük. 0, 1, 2, 0, 1, 0, 1, 2. Necə eləyəcəyik? 1 vurulmuş, demək, x-in kvadratı üstə gəlmiş 3 vurulmuş x üstü 1, üstə gəl 4 vurulmuş x üstü 0. Üstə gəl 3 vurulmuş 2x üstü 1, üstə gəlmiş 2 vurulmuş x üstü 0. Bu da bərabərdir. 2 vurulmuş x üstü 2, 1 vurulmuş x üstü 1, 0-dakı yazmırıq. Aldıq burada demək, x-in kvadratı üstə gəl 3x, üstə gəl 4, üstə gəlmiş 3x, üstə gəl 2, bu da bərabərdir. 2x-in kvadratı plus x. İndi bunu sadələşdirək. 2x-in kvadratı keçdi bu tərəfə oldu. Demək, mənfi x-in kvadratı. Burada 1 var idi. 3x, 3x, 6x. Bu x keçəndə bu tərəfə olacaq. Plus 5x. Sonra 4, 2. Bu elədir 6. Plus 6. Bu da bərabərdir 0. Hər tərəfi mənfiyə bölək. Alaq burada. X-in kvadratı çıx 5x. Üstə çıxılmış 6 bərabərdir 0. Diskriminanta verək. Diskriminantı tapaq və yaxud da vietlə də tapa bilərik. Vietlə də geçsək, onda x1 və x2-ni də buradan götürəndə nə olacaq? x1-imiz mənfi 1 olacaq, x2-imiz də 6 eləyəcək. 2 toplayanda 5 eləsin, vuranda mənfi 6 eləsin. O da ki, budur. Mənfi də olmayacağına görə say sistemi cavab olacaq 6. 29-da deyir, bu ədəd, yəni 65, 8-likdə, bu ədədə 315 Q say sistemində veriblər. Q müəyyən edin, yəni əsası tapın deyir.
61 8-likdə bərabərdir 311 2-də. 0 1 0 1 2. 6 vurulmuş 8 üstü 1 üstəcə 5 vurulmuş 8 üstü 0. Bu da bərabərdir 3 vurulmuş 2'nin kvadratı üstə gəlinmiş 1 vurulmuş 2 üstü 1 üstə gəlmiş 1 vurulmuş 2 üstü 0. 6'ı 8'e vurdum 48 5. Bu da bərabərdir 3 2 kvadratı üstə gəlinmiş 2 üstə gəlinmiş 1. Şimdi bunu da sadələşdirək. Mənfi 3 2'nin kvadratı çıxılmış 2. Sonra bu da eləyəcək neçə? Burada aldıq demək 53. Bir də çıxsaq bu tərəfdə olacaq plus 52. Bu da bərabərdir 0. Bunu da həll eləyək. Burada da yenə diskriminanta və ya da viyyətə gətirə bilərik. Birinci diskriminanta gətirək. Diskriminantını tapaq. D bərabərdir. Kök altında demək B-nin kvadratı, mənfi 1'in kvadratı 1 üstə gələcəyik. Buradan demək mənfi olduğuna görə 4 vurulmuş. Bunu 3, 52 belə götürsək. Bu da eləyəcək neçə? 12 vur 52 bunu hesablayaq. 12 vur 52. 24. Burada da eləyəcəyik 5 2'yə vursaq 10. Bir yadda 60. Üstə də gələcəyik 4, 2, 624. Bir də gəldik 625. 625'də 25'in kvadratı. İndi gəlin Q1, Q2'ni də tapaq. Q1'imiz müsbətlə gedək də biz. Demək, mənfi B. Mənfi 1'də olacaq 1, müsbət 1. Üstə gəlmiş 25. Sonra bir də bölürük 2B'yə. 2 vurulmuş. Demək, 2 vurulmuş A. Bu da eləyəcək neçə? Mənfi 3. Buradan aldıq demək 26 bölünmüş 6 mənfi 6 ilə amma. Belə bir ifadə yoxdur. Mənfi ilə ola bilməz. Onda Q2'ni hesablayaq. Q2'də də 1 çıxılmış 25 bölünmüş mənfi 6. Bu eləyir mənfi 24. Mənfi 24'də mənfi 6'ya böldük. Aldıq 4. Demək əsasımız nə oldu? 4 oldu. 30'da nə deyir? Bu ədədləri azalma sırası ilə yazın. Azalma sırası ilə düzmək üçün hərəsi bir say sistemindədir. Hamısını eyni say sisteminə gətiririk. Birinci yazaq 143 6'lıqda. 0 1 2. 1 vurulmuş 6'nın kvadratı üstə gəlmiş 4 vurulmuş 6 üstü 1 üstə gəlmiş 3 vurulmuş 6 üstü 0. 6'nın kvadratı 36. 4 dəfə 6 24 üstə 3. Bu elədi bizdə neçə? Demək 50, 60, 63. Sonra 9'luq say sistemindəki 50. Buna da 0, 1 kimi yazaq. 5 vurulmuş 9 üstü 1 da 45. Sonra 1, 2, 2, 2, 3'lükdə 0, 1, 2, 3. Alacaq demək 1 vurulmuş 3 üstü 3 üstə gəlinmiş 2 vurulmuş 3 üstü 2 üstə gəlmiş 2 vurulmuş 3 üstü 1 üstə 3 vurulmuş 2 vurulmuş 3 üstü 0. Bu da eləyəcək bizdə 3'ün kubu 27. Daha sonra 3'ün kvadratını vuracağım 2'yə 9 vurdum 2'yə 18. Sonra 2 vur 3 bu da 6. Burada da gəldim 2. Demək bu elədi neçə? 20 26. Bunu da toplasam eləyəcək neçə? 53. Sonra gəldik o birisinə. O birisi də eləyəcək demək 1 0 1 1 dörtlük say sistemində. Sonra buna da baxaq 0 1 2 3. Bunu da sadələşdirək. 1 vurulmuş 4'ün kubu üstə gəlmiş 1 vurulmuş 4 üstü 1 üstə gəlinmiş 1 vurulmuş 4 üstü 0. Sadələşdirək. 4'ün kubu. Bu eləyəcək bizdə demək 4 dəfə 4'üm 16. 16'nı da 3'ə vursam 48. Oy, çaşdım. 16. 16'nı da 4'ə vursaq. Bu da eləyəcək neçə? 64. Üstə gəlinmiş 4 üstü 1 4'dür. Bir də 1. Bu elədi bizdə demək 68 69. Sonra ikilikdə 1 1 0 0 1 1 ikilik say sistemində. Bu nə eləyir? 0 1 2 3 4 5.
2 üstü demək 5, 32. Üstə gəlmiş 2 üstü 4, 16. Üstə gəlmiş 2 üstü 1, yəni 2. Üstə gəlmiş 2 üstü 0. Bu da eləyir 32 üstü 16 gələndə aldıq neçə? 48. Üstə də 2 gəldi 50. Bu da 1 eləyir 51. İndi həmin bu ədədlərin azalma sırasını istəyir. Ən böyük ədəd bizdə neçə oldu bizdə? Baxaq 69 oldu. Birinci demək dörtlük say sistemində olan ədədi yazacağım. Sonra 69-dan kiçik burada nə var bizdə? 63. Bu da olacaq demək altlıq say sistemində. Sonra 63-dən kiçik bizdə var burada 53. Üçlük say sistemindəki ədəd. Bir də 53-dən kiçik ikilikdədir 51. 51-dən də kiçik nə qaldı? 9'luq. Ədədlərin hamısını yazdıq. Yəqin ki 2, 5 dənə ədəd. Ardıcılıq olacaq belə. Birinci dörtlük say sistemləri, sonra 6, 3'lük, 2'lik və 9'luq. Bunlardakı ədəd formasını düzəcəksiniz də hansılardırsa. Say sistemlərindən bu qədər. Uğurlar hər birinizə.